Salamlar millət, hər birinizi Abbasədə TV-dən salamlayıram. Mən Məhəmməd Abbasədə. Yox, BMW-də deyiləm bugün. Bugün tam fərqli bir avtomobildəyəm. Nəyə görə? Deməli, çoxdandır videolarımda olsa bir çox izləyici deyirdi ki, maşının bir farası yaxşı görsənmir. Həmişə mən zarafat edirdim, maşının bir farası ağlayır. Ora, bura. Nəysə, şəkilləri bura yerləşdirəcəm olsa tam olaraq vəziyyət nə idi. Ondan sonra isə deməli, sırağa gün səhər işə gedəndə birdən-birə baxdım ki, bir işarə gəldi ki, bəs ön işıqların defektdir. Qabağımda bir Ford gedirdi. Bir də baxdım ki, ümumiyyətlə bir faram yanmır. Angellər hər ikisi yanıb. Çox təəssüf. Avtomobili ona görə BMW-yə apardım. Orada da çox maraqlı dedilər ki, avtomobili istəyirsə burada qoyun. 3-cü gün gəlib götürərsiniz. Yəni bu hadisə baş verib 5-ci gün belə deyə. Bugün bazar günüdür. Mən 3 gün bundan sonra həftə içi təbii ki, maşınsız qalacağım. Bu dostumun maşınıdır. Mənə müvəqqəti verib. Hal-hazırda onsuz da futbola gedirəm. Ona görə də bugün belə deyək, bu avtomobili xırda bir təqdimatını edəcəm sizə. Əgər şərh bölmələrinə əlavə fikirlər gəlsə, istəklər gəlsə, bu avtomobilin geniş incələmə videosunda eləyərik, baxarıq görək necə bir avtomobildir. Bu bir. Digər bir məsələ, avtomobili ora qoyduqdan sonra təbii ki, dedilər fara mütləq dəyişilməlidir. Artıq belə deyək, bir dəfə bir ustaya getmişdim ki, bu nəmliyi aradan qaldıraq. O demişdi ki, bu nəmliyi bir dəfə çıxardıb təmizləyib yerinə qoysaq yenə əmələ gələcək. Halbuki Bakıda səhv eləmirəmizə bunu kifayət qədər yaxşı iş görən ustalarımız var. Onların əllərinə sağlıq. Digər bir məsələ isə mən də məcbur BMW-yə qoydum və 3-cü gün yeni bir farayla artıq geri dönəcəm. Bir də xatırlayırsınızsa avtomobilimin ön kondisionerin qrillərində birisi qırıq idi. Telefon tutacağını qoyduğum üçün. Onu dəyişəcəklər. İndi isə mən yavaş-yavaş yola çıxım. POV kamera ilə bu avtomobili yüngül bir incələyək. Avtomobilimiz Volkswagen dediğimiz, yani ki Almanlar buna Volkswagen diyor. What? Volkswagen? Volkswagen. Çünkü Almanlarda ya start stopu tapa bilmirəm bir dəqiqə. Maşın açarı məndə. Canınla əlləşə. Start stop. Getdik. Baxaq. Çox böyük bir monitor qarşılayır ilk öncə bizi. Oho. Ay bir deyən görək. Aha. Güzgülərimizi də açdıq. Görüntü pis deyil. Remimizi taxaq. Bu avtomobil Volkswagen Touareg bir müddət Azərbaycanda da kifayət qədər aktual olan bir avtomobil idi. Bu model deyil də köhnə modellər daha bir aktivlikləri var idi. Ondan sonra isə açığı o qədər də aktivliyini sanki mənim şəxsi fikrimə görə Azərbaycanda tuta bilmədi. Buna görə də sürücülər Volkswagenlər, Touareglərdən bir balaca qaçırlar. Amma şəxsi fikrinə görə də yenə də həm ölçü cəhətdən, həm komfortu mu desək, kifayət qədər yaxşı avtomobillər sırasında daxil eləmək olar. Əsl ailə avtomobili. Ölçü çünki kifayət qədər böyükdür. Yəni düşündüyünüz qədər də deməyə, yəni avtomobili indi görünüşdə nə dərəcə görsənir deyə bilmirəm, amma kifayət qədər geniş avtomobildir. Bir də Almanya'da hal-hazırda olduğum yol Schrittgeschwindigkeitlə sürməli olduğum bir yoldur. Yəni bu nə deməkdir? Bu yola daxil olduqdan sonra avtomobili sadəcə insan addımının sürəti nə qədərdirsə o sürətlə sürmək olar. Birazdan işarə bitəndə onu göstərəcəm sizə harda bitir o işarə. Avtomobil 3 motor dizeldir. At gücünü və digər texniki hissələrini burada yerləşdirəcəm, onlara baxarsınız. Mən çox təəssüflənirəm ki, BMW-mə Məhəmməd həmişə deyirdi, göz dəyəcək. Mən açığı gözə o qədər də inanmayan birəm. Yəni mənim şəxsi fikrimə görə göz dəymə ifadəsi, nə bilim, belə də o qədər də məni ciddi narahat edən bir şey deyil. Ona görə avtomobilimi həm vizual cəhətdən həmişə yaxşı yığmaq istəyirdim. Həm özümə zövq verir, həm də sürüş hissimi daha yaxşılaşdırır. Amma çox təəssüflər olsun ki, dediyim kimi avtomobilə belə deyəlim göz dəydi və bunun nəticəsində də hal-hazırda başqa bir avtomobillə yenə yollardayım. Amma yaxşı oldu. Yəni bu həftənin misal üçün nə videosu çəkəcəkdim sualı mənim üçün çox qaranlıq qalmışdı. Yaxşı oldu, hal-hazırda bu avtomobilin videosunu çəkirəm. Videoya siz də baxırsınız, mən də ilk təcrübəmi yaşayıram. Mən bu avtomobili ilk oturanda məni zövq verən müsbət şeylərindən biri
çox geniş olması. Yəni gəmi kimi oturmuşam, çox ləzzət verir avtomobilin işi. Sərnişin kimi hala düşünürəm ki, onlara da yaxşı bir zövq verəcək. Səs izolasiya sistemi idealdır. Bir də ki, panoramik tavanımız var burada. Bu da yaxşı bir həm görüntü, həm işıqlandırma qatır. Mən açığı istər adi lükları, istərsə də panorama lükları bu tip çox bəyənirəm. Çünki pərdəni açıb içəri bir gün ərzində işıq da olur və yaxud gecələr xüsusən şəhərdə, Bakı şəhərində sürəndə mənim köhnə iPhone-umda onsuz da lük var idi. Çox gözəl bir effekt qatırdı. Yəni mənim açığı çox xoşuma gəlirdi. Hal-hazırda olan iPhone 1-imdə açığı mənim lükum yoxdur. Amma bu tip panoramalarda həm estetik cəhətdən gözəl görsənir, həm də ki, dediyim o məsələ, işıqlandırma ideal olur. Çox xoşuma gəlir mənim açığı. Amma şəhər avtomobilidimi əmin deyiləm. Yəni mən açığı böyük avtomobillə şəhərdə maşın sürməyin o qədər də tərəfdarı deyiləm. Sedan avtomobillərə üstünlük verirəm. Xüsusən də sedan və performans olaraq məni avtobanda da işimi görsün. Düzdür, hələ ki biz kişi ailəyik, ona görə sedan avtomobil məni kifayət qədər görür. Yəni F11-in arxasına 2 bagajı qoyub, çamadanı qoyub uzaq yola gedə bilirəm. Yeri gəlsə koleska yerləşir onların yanına. Yəni ciddi problem yaşamıram. Amma böyük avtomobillər təbii ki, böyük ailəli, misal üçün 2 uşağı keçdinsə bəlkə də yaxşı ola bilər. Və yaxud mütəmadi uzaq yola gedəndə əgər komfortu bu formada axtaranlar üçün kifayət qədər yaxşı bir avtomobil ola bilər. Amma yenə mənim öz şəxsi fikrimə görə mən uzaq yolda da açığı böyük avtomobildən yoruluram. Çünki bir yelləmə hissiyatı var, nə qədər olmaya. Bu istər BMW X5-də olsun, X7-də bir balaca daha yaxşılaşdırıblar o sistemi. X7 sürənlər bilər ki, maşına oturduqdan sonra maşın hündürdə olsa belə sürüş hissini sizə cüzi də olsa sedan kimi verə bilir. Yəni fərq qoyanda. Amma yenə də sedandır. BMW F11-ə geri dönsək, F11-in açığı bir dəfədə bir Remus qazanları qoyan vaxtı usta mənim üçün arxadakı faranın açılan yerini göstərdi. Hansı ki faranın tam arxasında kiçik bir qapaq var. O qapağı açdı, yerini də göstərdi mənə, şurupları da geri verdi ki, bunu bir açıq saxla bir müddətlik. İçəridə bir sirkulyasiya geçsin. Onsuz da üzü yaya gedirdi. Yəni ki, günəşli havalara keçirdik belə deyək, keçən həftə. O bir sirkulyasiya eləsin, bəlkə yaxşılaşdı deyə. Nəyəcə mən də razılaşdım. Açdı onu, qapağı açıq saxladı. Üstündən təbii ki, təkərin gəlir o birləşən yerinə qoruyucusu var onsuz da. Onunla da örtdü, onun şuruplarını bağladı. Amma içəri tərəfi açıq qaldı. Onun şuruplarını mənə geri verdi. Və mənim bəxtimdən o günün sabahisi gününə etibarən 3 gün yağış yağdı. 1 gün yağış yağmadı. Sonra yenidən başladı yağış yağmağa. Mən də həmin müddətdə təbii ki, avtomobili idarə edirdim artıq. Yəni ora get, bura get. Uzaq yola avtomobila da çıxdığım olmuşdu. Şəxsi fikrimə görə həm o deşiyin açıq qalmağı, həm də öncədən onsuz da bir su yığılması olmuşdu orada. Oradan da bir iki dənə damcı hər halda gedib oranı tətiklədi və mənim angellərimi yandırdı. Çox təəssüf. Bilirsiniz, gündüz işıqları sayılır o. Getdiyim yerdə bir də baxdım, Ford'un arxasında bu tərəfdə işıq var, bu tərəfdə yoxdur. Sol tərəf fara. Çox təəssüflər olsun ki, yandı. Burada bir iki maraqlı şey var, amma bilmirəm nədir. Tam olaraq, gərək qurtdalayaq. Bunu belə və bu mahnının səsidir. Buradan idarə edə bilirmişik. Burada menyum bir joystick var. Bunu da idarə edə bilirik. Amma hal-hazırda idarə eləmək istəmirəm. Çünki ümumiyyətlə fikrim yoxdur avtomobillə bağlı bu dəqiqə. Elə oturmuşam, paptu sürürəm. Burada bizim dostumuz bir maraqlı bir şey qoyub. Görək telefonu misal üçün burada zaryadkaya qoya bilirikmi? Yapış görüm. Aha, yapışdı. Zaryadka da yığır. Əla. Yaxşı bir alətdir bu arada. Qabağımızda da maraqlı bir navigator var. İndi o navigator necə ləğv eləyə bilirik görəsən, onu bilmirəm. Heç ləğv də eləməyim qalsın, çünki sağ aşağıda burada sürəti görürəm. Nəzə biz avtomana möhtəşəm girişimizi eləyək. Vay, telefonu özünü atdı. Qalx görüm. Afərin. Nəysə, bu telefon buradan düşdü. Bəlkə də kablo orada biraz maniçilik törədir. O da bir şərt ola bilər. Gözəl. Mənzərəli Almaniyada avtoban sürməyə qədər ləzzət eləyən ikinci bir şey yoxdur. Çox ləzzət verir mənə Alman avtobanlarında avtomobil sürmək. Arada deyirlər, bu maşından haralara gedərsən, nə qədər uzaq yol sürərsən.
istənilən uzaq yolu sürərəm. Bax, mən BMW Forum 1-imlə istənilən məsafəni sürərəm bu avtobanlarda. Çünki həqiqətən zövq verir adama. Xüsusən də bəzi yerlərdə ümumiyyətlə sürət həddi olmadığına görə istənilən sürətlə də sürə bilirsən. İstənilən sürətlə sürmək o demək deyil ki, mən 200-dən aşağı maşın sürməyim. Məsələ o deyil. Məsələ odur ki, bəzən misal üçün özdə xüsusən bəzi yollarda 2 və artıq zolaq olur. Xüsusən 3 zolaqlı yollar da aktualdır burada bəzi avtobanlarda. Sağ zolaq onsuz da bizim məşhur problemlərimizdən biridir. Burada amma 3-cü zolağı hər kəs istifadə eləyir. Ən sağ zolaqda böyük yük avtomobilləri gedir. Orta zolaq ötmə əməliyyatı icra eləmək üçündür. Yəni tırlar da bir-birini oradan ötmə əməliyyatı eləyə bilir. Ən sol zolaq isə artıq daha sürətli gedən avtomobillərin ötmə əməliyyatı eləmək üçün istifadə olunan bir zolaqdır. Amma bu o demək deyil ki, ən sürətli avtomobillər orada istənilən sürətlə istədikləri qədər sürə bilərlər. Xeyr. Sürət həddini deyək ki, ötmə əməliyyatını etdin, yeni yerdən yerinə qayıdırsan. Məsələn 200 ilə belə sürürsənsə, yol boşsa ortaya keçirsən. Hətta sağ boşda sağa keçirsən. Uzaq yolda gedəndə misal üçün baxırsan, bir 2 dənə tır gedir, bir dənə sürəti artırırsan, bir yüngül 200-ü göstərdin, maşına qaytardın. Həm də bu maşınlar adətən əgər 200-dən yuxarı bir sürət həddi qoyulubsa, deməli bu nə vaxtsa bəlkə istifadə eləmək üçün qoyulub. Mən bunun təcrübəsini nə vaxt gördüm? Bir dəfə mən öz F10-umu da Azərbaycanda kifayət qədər uzaq yollarda sürət bir dəfə göstərib buraxırdım. Misal üçün uzaq yola çıxırdım, Astaraya doğru 270 km mütəmadi getdiyim rayondur, yəni mənim rayonumdur. Ora gedəndə yolda bir 160, 170, bəzən yol əl verirdisə 200-ü bir göstərirdim, yenidən buraxırdım, avtopilot 110-120 gedirdim. Eyni qaydada burada da mütəmadi eləyirəm. Uzaq yola çıxanda bir 200-ü göstərirəm, buraxıram və yaxud bir dəfə çox nadir bir hal olub Dortmunddan qaydanda yolun böyük hissəsini deyək 170-180-lə sürmüşdüm. Ləzzət eləyirdi, amma ki təbii ki insan özünü fikirləşəndə o qədər də ağıllı bir addım deyil bütün yolu o sürətlə sürmək. Çünki burada təkər faktoru var, yolda qarşınıza çıxa biləcək hər hansı bir maneə faktoru var. Nə qədər Almaniya olsa bəzən görürsünüz ki qabağınıza elə bir fərqli maneə çıxır ki deyirsən ki, mən bu yolu 200 ilə gəlsəm yığışdırardım mı? Sual, məsələn. Hündür avtomobil olmasına baxmayaraq, dizel olmasına baxmayaraq, misal üçün hal-hazırda idarə etdiyim Volkswagen Touareg modeli özün doğruldur, ən azı uzaq yolda. Çünki dizelin o lak-lak səsi maşının içində deyil bu bir. Söz yox, demək olar Almaniyadakı bir çox dizelin keyfiyyətinə görə dizel avtomobillərdə bu hadisə baş vermir. Amma misal üçün Lexusların dizellərində, 4-5-lərdə o dizelin səsini çox hiss edirdiniz. Məsələn, baxanda lüks avtomobildə qiyməti kifayət qədər bahalıdır, amma o dizel səsini mütəmadi maşının içində lağ-lağ biraz sürəndə və yaxud qaza cüzü oturanda, misal üçün buna bir avtobana çıxanda tamam orada qaldırdıq motorun səsi gəldi, belə deyək, dizelin fərqli bir səsi gəlmədi. Amma yenə də bir məsələ var, kimə görə, nəyə görə? Yəni BMW sürən bir adam Volkswagen-ə keçiş edərmi? Mənim şəxsi fikrimə görə etməz. Əgər həqiqətən avtomobildən zövq alan biridirsə. BMW-nin verdiyi o dinamikanı, o sürüş həzzini mən demək olar ki, bir çox avtomobildə tapa bilmirəm. Gəl ki, onu Volkswagen-də axtar. O məsələ biraz fərqlidir. Amma bəzi dostlarım, tanışlarım var, burada kollegalar var. Hansı ki, deyirlər ki, qardaş, bizə dinamika sürüş ehtiyac yoxdur. Biz onu axtarmırıq maşında. Bizim üçün ekonom olsun, geniş olsun, ailə maşını olsun, bəs eləyər. Ona əgər düşünürsünüzsə, bu kifayət qədər yaxşı bir seçimdir. Çünki mən hal-hazırda 140 ilə gedirəm, sürətə baxmasam 140 olduğumu açıq hiss eləmirəm. Çünki həm göydəsən bir yüngül, onun da bir komfortu var. Ləzzət eləyir. Burada mütəmadi sürət həddlərini görəcəksiniz. Çünki bu avtoban sürət limiti olmayan avtoban deyil, sürət limiti olan avtobandır. Yəni, az öncə gəldiyimiz yerə qədər 120 idi, hal-hazırda 130-dur. Buradakı maksimal sürət həddi. Buradan sonra artıq Erfurt istiqamətinə gedəndə orada sürət həddi olmayan avtobana daxil olursunuz. Orada istənilən sürətdə sürə bilərsiniz. Bir də mənfisi odur ki, bəzən gedəndə avtobanla qəşəng basırsınız, 150-160 həvəslə gedirsiniz ki, bugün avtobanda maşın sürəcəm. Baxırsınız ki, avtobanı yolun bəlkə bir 10 kilometr təmirdədir. Sonra gedirsən, biraz sürürsən, baxırsan bir 10 kilometrdə. Belə-belə həm adam yoldan başlayır yorulmağa bir yerdən sonra.
Deyirsən ha qardaş, mən limitsiz avtobanda mı sürürəm? Təmirlə bol olan avtomobildən mi sürürəm? O sual altına girir. İndi sürətimiz 100-ə düşür bu arada. Sürətli formada bir su içək. Burada Lila Fitness-i təqdim edək. Almaniyanın bir çox şəhərində Lila Fitness şəbəkələri var. Bəzilərində sadəcə trenajör, bəzilərində həm trenajör, həm digər sauna və solarium xidmətləri ilə Almaniyada öz fəaliyyətinə davam edir. Lila Fitness, sağlam qal. Müller'i tanıyırsınız bu firmanı. Almanya'daki süt firmasıdır və ayran buraxan, ayran istehsal edən tək-tük Alman firmalarından biridir. Almanlar bu arada ayranı sevir. Soruşmuşam, yəni marketlərdə görürüm mütəmadi ayran satılır. Zaten həmişə adam beyninə gəlir ki, bəlkə bunu ancaq bilənlər alır, türklər alır və yaxud da Azərbaycanlılar biz kimi, xaricilər. Halbuki Almanlardan soruşmuşam, kifayət qədər evində ayran içənlər var. Bizim iş yerində misal üçün soruşanda ki, ayran nə olduğunu bilirsiniz, diyor, niyə bilmirik. Evdə özləri hazırlayan var, yəni düşün. Reseptlərini öyrənib özləri öz zövqlərinə uyğun hazırlayır. Köyünün adı Karl Marx olan Chemnitz şəhərinə gəlirik. Araşdırmaq istəyənlər bu şəhərdə lövhələrdə də gördüyünüz kimi Chemnitz yazıb axtarış verə bilərsiniz. Çexiyaya yaxın istiqamətlərin birində olan Zaksen əyalətindəki şəhərlərdən biridir. Hətta mənim yaşadığım ərazidəki ən böyük və sənaye şəhərlərindən biridir. Zavodlar, iş yerləri, mağazalar, misal üçün adi futbol oynamağa misal üçün bu şəhərdə bir kiçik meydança var, hansı ki biz orada oynayırıq. Həm də ki uşaqların gəliş nöqtəsi adətən burada birləşir. Yəni ortaq şəhərimizdir belə deyək, Azərbaycanlı dostlarımızla. Bu arada mənim maşınım ilə qabaqda BMW-nin bu şəhərdəki rəsmi servisindədir. Gedək görək buralarda kim var. Dost tanışdan Azərbaycanlılardan bizi kim gözləyir? Salam qaqa. Salam. O nerede başında? Arabanız çok güzel. Ne iş yapıyorsunuz?